Deməli, uzun müddətdən sonra qərar aldım ki, gəlim oynamaq. Həmişə aplikasiyanı baxmışıq, uzun müddətdən sonra gəldim Azərkeşlərin yanında baxıb. Bu da nəticə. Oyun başlayıb hələ yerimizdə oturmamışıq. Oyun başlayıb artıq. Bu da belə. Bir problem bizdə heç vaxt. Qarabaza, sonra növbə, girmək, çıxmaq, neysə. Görək nə olur. Dostlar, bitti oyun, artıq gedirik evə. Oyun haqqında indi biraz danışaq. Fazil fikirlərini dedi oyun haqqında. Yayım açılır, bir də Fazil sən sözə başlamışdın. Maşallah olsun, birinci hissələr, ikinci hissələr yayım açılır. 1300-ə qədər, 1500-ə qədər izləyicimiz vardı. Təşəkkürlər yayım izləyənlərə və çox təəssüf ki, yayımın sonunda bloka düşdük. Yenə spam atdılar və yayımız artıq 2-3 gün yayım açamayacaq. Ona görə zəhmət olsa bu paylaşımı maksimum bəyənin ki, spamdan çıxa bilər. Bu Fazil fikirlərdir. Mən bu səfər fərqli deyil gözləyirdim. Yenə əvvəlkilərdən də betər oldu. Neftçidən yaxşı oyun gözləyirdim. Neftçi yenə oyunu alınmadı Neftçidən. Neftçinin qələbəsini gözləyirdim. Mən də istəyirdim ki, derbiyə biraz can gəlsin. Neftçi ilə Qarabağdır, amma Neftçi yenə Martın 22-sini gözləyirdim. Sami məni dinləyir. Hansı illi deyil. Mart ayı yaxınlaşırdı, mən fikirləşirdim ki, Neftçi güzələr, amma hələ ki, belə oyunlarda komandanın əsl keyfiyyəti görsənir. Neftçi son turlarda yaxşı oynadı. Fikirləşirdim ki, derbidə maraqlı olacaq, amma o deyil. Abubakar deyildilər, neçə oyunda qol vurdu, amma təəssüf ki, bu oyunda görünən oldu ki, Abubakarı topla təmin edə bilmədi komanda yoldaşları. Məhz buna görə də Abubakarın da keyfiyyəti bu oyunda ortaya çıxmadı. Amma ümid yarandı ki, Aksiyel Arenada, yəni Neftçinin stadionunda keçiriləcək oyun daha maraqlı olacaq.